övladlığa götürmə fizioloji olmayan, amma qəlbin ən dərin qərarında formalaşan analıq-atalıq yansımasıdır. Bu sadəcə olmayanın yerinə bir şey qoymaq və yaxud da hər hansısa bir B planı deyil, analığın, atalığın cəsur bir ifadəsidir. Fizioloji mümkün olmayan, müəyyən şərtlərin çatmadığı, amma bir həyatı qorumaq, ona sahib çıxmaq, ona həyatı boyu yoldaşlıq etmək arzusu daşıyan hər kəs üçün dəyərli bir seçimdir. Bu proses bir uşaq üçün sadəcə bir ailəyə qovuşmaq deyil, əvvəl qırılan və yaxud da heç vaxt qurulmayan bir bağın yenidən inşa edilməsidir. Sevilmək, görülmək, duyğusal qarşılıq alma, bunlar uşaqların psixoloji, duyğusal inkişafı üçün təməl ehtiyaclardır. Məhz bu prosesdə ona zəmin yaradır. Burada təkcə uşağın deyil, eyni zamanda ananın, atanın da həyatı dəyişir. Onlar da yeni bir bağ inşa edirlər. Başqasının həyatından öyrənərək sevgiyə, yaralara, zamana, qorxulara, ümidlərə yer açırlar. Bir psixoloq olaraq deyə bilərəm ki, ailə qanla deyil, bağla tamamlanır. Ona görə də uşağın kimin dünyaya gətirdiyindən savay, ona kimin baxdığı, kimin qulluq etdiyi, kimin duyğusal olaraq hər an yanında olduğu çox önəmlidir. Məhz buna görə deyirik ki, bəzi həyatlar bətnlərdə doğulmaz. Arzuda, istəkdə, məsuliyyətlərdə və şuurlu sevgilərdə doğular.